Salam əzizlərim. Bu dəfə də sizə quş südü tortunun hazırlanma videosu ilə gəlmişəm. İlk öncə biskvit hazırlayaq. Biskvit üçün bizə lazımdır 2 yumurta, 70 qram şəkər tozu, 60 qram un, 10 qram kakao, 20 qram isti su və qaşığın ucunda qabartma tozu, biraz isə vanil. Bunları qarışdırıb çəmbərin içərisinə əlavə edirik və forma verdikdən sonra 160 dərəcədə 20 dəqiqə olmaqla biskvitimizi bişiririk. Bişən biskvitimizi soymağa qoyuruq və soyduqdan sonra biskvitimizi yenidən çəmbərə əlavə edib üzərini şərbət vasitəsilə isladırıq və islatdıqdan sonra biskvitimizi kənara qoyuruq və başlayaq 20 qram jelatini 50 qram suda isladıb qoyuruq kənara və sonra isə başlayaq kremimizi hazırlamağa. Krem üçün bizə lazımdır 170 qram yağı çalırıq, ağaranacan çalırıq. Üzərinə 250 qram maluka əlavə edib bu qarışımı da kənara qoyuruq və sonra 70 qram suyu qaynadıb üzərinə 120 qram şəkər tozu əlavə edib həmin bunu da bu qarışımımızı da kənara qoyuruq və başlayaq suflemizi hazırlamağa. Sufle üçün bizə lazımdır 7 yumurta ağı, 1 çimdik limon duzu yaxud 1 çay qaşığı limon suyu, 120 qram şəkər tozu əlavə edib mikserdə çalırıq. Qarışımımız mikserdə çalınanacan biz isə jelatinlə şərbətimizi qarışdırdıqdan sonra isti həmin mikserdə olan bezemizin içərisinə əlavə edirik və sonra bezemizi mikserdən sürdükdən sonra içərisinə yağla olan qarışımımızı əlavə edirik və videoda da göründüyü kimi çox gözəl bir krem əldə edirik və əldə etdiyimiz kremi çəmbərimizdə olan biskvitimizin üzərinə əlavə edirik. Sonra isə hazırladığımız tortumuzu bir gün yaxşı olar ki soyuducuda saxlayaq və saxladıqdan sonra tortumuzun üzəri üçün glazur hazırlayaq. Glazur üçün bizə lazımdır 100 qram tünd və yaxud da südlü şokoladın içərisinə 100 ml qaymaq əlavə edib 33-35% qaymaq əlavə edib ocaqda əridirik və əritdikdən sonra aldığımız glazuru, aldığımız qarışımı tortumuzun üzərinə əlavə edərək forma veririk və sonra isə 50 qram ağ şokoladımızı əridərək onu krem torbasının içərisinə əlavə edirik və əlavə etdikdən sonra həmin ağ şokoladla tortumuzun üzərinə bəzək çəkirik, dekor veririk və videomu izlədiyiniz üçün sizə sonsuz təşəkkürümü bildirirəm. Belə videolarımın daha çox olmağını istəyirsinizsə, daha da gözəl reseptlərlə qarşınıza çıxmağımı istəyirsinizsə, kanalımıza abunə olaraq videolarımızı bəyənməyi unutmayın. Hər birinizə izlədiyiniz üçün dərin təşəkkürümü bildirirəm. İnşallah ki bundan da gözəl videolarla, bundan da gözəl reseptlərlə qarşınıza gələcəyəm. İzləmədə qalın. Bundan da gözəl videoları görmək üçün bizi izləməyi unutmayın.